Sentyabrın ayının 20-si. Zəng gəldi. Ayın 21-i səhər-səhər mən rayonda olmalıyım, hərbi komissarlıqda. Həmin zaman Günəşli bir filialında mal qəbuli vəzifəsində çalışırdım. Yəni heç kollektivlə sağollaşa bilmədim, gedirəm deyə bilmədim. Sadəcə mal qəbuli rəhbərinə məlumat verdim və mağaza müdiri məlumatı əsasında mən getdim. Ballı qayda təlimlərə başladım. Ayın 26-sı axşam isə bizi bölgəyə apardılar. Üzə bizə aydın oldu ki, burada müharibə başlayır. Onu da biz hiss elədik ki, bugün o gündür. Necə deyərlər, o böyük gün gəlib yaxınlaşır. Yəni ondan sonra həyatımızda fərqli məqamlar başladı. Necə hisslər qarışdı. İlk olaraq elə Suqovuşan alındı. Biz Suqovuşan istiqamətində döyüşürdük. Suqovuşan alınandan sonra orduya, zabitlərə, yəni o ön xəttdə olan hər kəsə müəyyən bir belə deyim ki, özgüvən gəldi. Yəni biz bunu başlamışıqsa axırına çatdırmalıyıq. Müharibənin müəyyən bir dönəmi keçdikdən sonra hətta mən orada öz administratorumla rastlaşdım. Mağazada bir yerdə çalışdığım administratorum. Orada biz onunla rastlaşanda, o gəlib məni tapanda, necə bilirsiniz, insan ailəsindən birini görmüş kimi sevinir. Müharibə zamanı mən Arazdan, Veysaloğludan çox adamla rastlaşdım. Mağazada satçı işləyən də var idi. Öz mal qəbuli yoldaşımı da gördüm orada. Düzdür, o başqa istiqamətə getdi, o Sapyora getdi. Biz pexoti. Çox maraqlı hisslər idi. Hər dəqiqə nə isə olurdu. 10 dəqiqə əvvəl bizlə oturub çay içən, yemək yeyən bir əskər yoldaşımız minomyot düşürdü, şəhid olur. Belə bir dövrdə kimisə görmək insana başqa duyğular yaşadırdı, fəxr hissi yaşadırdı. Sən fikirləşirdin ki, müharibə qələbəyə doğru irəliləyir. Sən bu müharibənin bir hissəsisən. Necə ki deyirlər, tarix hamımızı yazacaq. Düzdür, hamımızın adını yazmayacaqlar orada tarix kitabına. Amma biz tarixin bir hissəsiyik. Bunlar gözəl hisslərdir. Çünki necə illərlə biz baxırıq ki, bu zülm, faşizm, bu işğalçılıq yəni yavaş-yavaş sona çatır və sən burada iştirak eləyirsən. Telefonumuz çox vaxt sönülü olurdu, prostoy telefon. Amma telefonu açanda görəndə ki, mağaza müdirindən zəng gəlibdi, ailə üzvlərimizdən zəng gəlib, mağaza çalışanlarından zəng gəlib. Bu əlavə bizə stimul verirdi. Müharibədən qayıdan günü iş yerinə qayıtdığım zaman karantin vəziyyəti hamı maskada, yəni maska çıxması heç kim tanımır. Yaxınlaşdım filialımıza. Filialda məni elə gözəl qarşıladılar ki, yəni hətta kassir belə kassadan çıxdı gəldi. Kassirdə müştəri arayırsan, deyir, iş yoldaşımız gəlibdir. Sonra mağaza müdiri bizim üçün bir xoş gəldin elədi, tort kəsdik, kollektiv namısını yığdı, bizi təbrik elədi mağazanın ortasında. Artıq 10 ildən yuxarıda çalışıram və hiss edirəm ki, yəni bu şüar olaraq yazılıb qalmayıb, araz bir alət. Mən çalışdığım kollektivdə, çalışdığım müdiriyyətlərdə hiss edirəm ki, həqiqətən problemimiz olanda ailəmizdə qədər həll eləməyə çalışırlar. Ailə sevgisi qədər göstərməyə çalışırlar. Qayıtdıqdan sonra psixoloji dəstək təklif olundu, klinikalarla müqavilələr var, şirkətimizin yaxınlaşa bilərik. Bütün bunları bizim üçün təklif edirlər. Müəyyən bir müddət psixoloji dəstək, bir neçə seans olmuşam, dəstək almışam. Müharibədən gəldikdən sonra, yəni indi belə lazım olduğu təqdirdə deyirlər gedə bilərsiniz. Yəni bunlar gözəldir. Düzdür, müharibədən qayıtdıqdan sonra biz qazi, veteran adı aldıq. Bu isə əlavə məsuliyyət idi. Cəmiyyətdə olan hərəkətlərimizə fikir verməliyik. Ona görə çalışıram ki, yəni hərəkətim, oturuşum, duruşum. İndi hal-hazırda mən bütün gün müştəri ilə təmasda olum. Hətta müştəri ilə belə təmasda olanda çalışıram ki, son dərəcə həssas olum. Qarşımdakı kimdir bilmirəm. Bəlkə qarşımdakı da elə bir adamdır, bəlkə müharibə veteranıdır, bəlkə bu adam psixoloji problemləri var müharibədən. Olanla son dərəcə çalışıram ki, mülayim olam. Çünki mən özüm o hissləri yaşamışam. Psixoloji gərginliyi də, Arazın qazilərdən əlavə 9 nəfər şəhidi var. Allah hərbinə rəhmət eləsin. Şəxsən onların içində tanıdıqlarım Vüqar Ağayev, Səid Bayramov, Ələkbər Ələskərov, digərləri Cavidan İbrahimli, Rəvan Alxaslı, Rəcəb Məmmədov, Anar Qumaşov, Talih Mustafazadə, Xəyal Cəbrayılov. Allah hərbinə rəhmət eləsin. Ailələrinə dözüm və səbir arzulayıram. Yerləri cənnət olsun.